Qalmaqallı dondurma reklamı ətrafında müzakirələr davam edir. Xatırladaq ki, kəskin etirazlar və boykot çağırışlarından sonra şirkət sözü gedən reklam çarxını sosial şəbəkələrdən silmişdi. Reklam çarxında rol alan aktyor Taleh Yüzbəyov isə reklam hissəsini çıxararaq videonu prinsip məsələsi kimi öz səhifəsində saxlayacağını bildirib. Özgə vaxtı biz arvad sözünü işlədəndə az qalırsız gözümüzü çıxarasız. Amma mesajlarınızın çoxunda arvadın ifadəsini işlədirdiniz. Rahat olun, estetiki yoxdur. Müəyyən prosedurlar var. Sadəcə, mən özüm bu prosedurların yaxşı olmadığını düşünürəm. 11-12 yaşlı qızımın şəklini həyat yoldaşıma göndərib, qızının da qulaqları şəlpədir, onu da yəqin estetik etdirərsiz yazmaq çox alçaq hərəkətdir. Mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər aşağı səviyyə salmaq doğru deyil. Bu video xoşumuza gəlmir, silinməlidir, üzr istənilməlidir deyə. Siz mənə diktə edə bilməzsiniz. Heç kim mənə diktə etməsin ki, üzr istəməlisən və ya videomu silməlisən, deyə Taleh Yüzbəyov bildirib.